Metro adamı. 1968-ci ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov Azıq mağarasında çənə sümüyü tapdı. Alimlər sümüyü diqqətlə öyrənib aydınlaşdırdılar ki, bu 350-400 min il bundan əvvəl həmin ərazidə yaşamış 18-22 yaşlı qadının çənəsidir. İndi hamı bütün sümükləri lap çoxdan sürmü olmuş. Yalnız alt çənəsinin sağ hissəsi salamat qalmış bu ibtidai insanı azıxantrop, yəni azıq adamı kimi tanıyır. Elmə hələlik məlum olmayan ən azı bir adam növü də var. Təvazökarlıqdan kənar səslənə bilər. Amma deməliyəm ki, bu adam növünü mən tapmışam. Ona ad da vermişəm. Ad çox sadədir və xalis Azərbaycancadır. Metro adamı. Metro adamının nümunələrini mən Bakı metropoliteninin xidmətindən istifadə edən 100 minlərlə soydaşımın arasından çox çətinliklə tapmışam. Və istəyirəm ki, həmin adamın xarakterik cəhətləri barədə sizlərə bir balaca məlumat verim. Beləliklə, metro adamı kimdir? Bu şəhərdə normal, ən əsası isə təhlükəsizlik çalışan, yeganə ictimai nəqliyyat vasitəsinin sərnişinləri arasında onu necə aşkar etmək olar? Metro adamı bizim metroda ən uzun məsafəni, məsələn, Həzi Aslanov stansiyasından ta Dərinəgülə qədər qət etməyi nəzərdə tutubsa belə, boş qatara minər-minməz, hər stansiyada taybatay açılan qapılardan birinin ağzında özünə əlverişli mövqe seçir. Və boyunun, çəksinin, xeyli dərəcədə də tərbiyəsinin bütün imkanlarından tam faydalanaraq qatara binən və qatardan düşən insanların işini maksimal dərəcədə əngəlləyir. Onun üzündə bir qayda olaraq özündən razılığı ifadə edən təbəssüm bəzən də qeyzli, həm də saymazyana ifadə olur. Metro adamı qatara minərkən qapılar açılar-açılmaz içəri dürtülməyə çalışır. Bu zaman onun qatardan düşmək niyyətli adamları qabaqlamaq istəməsi aydın hiss olunur. Metro adamı eskalatorda da özünə məxsus davranış sərgiləyir. Burada da onun əsas məqsədi digər sərnişinlərin hərəkətinə mane olmaqdır. Yuxarıdakı hərəkətləri həvəslə icra edən metro adamı populyasiyasının yaş strukturu barədə bir mənalı söz deməyi çətindir. Şəxsən mən müşahidələr zamanı ən müxtəlif yaşlı metro adamlarına rast gəlmişəm. Belə, siz də diqqətli olun, müşahidə edin. Kim bilir, bəlkə siz də buna bənzər kəşf edib, adınızı elm tarixinə əbədilik yaza bildiniz.